Əgər təqvalı olsaq, imanlı olsaq, xadim olsaq, onlar bizi unutmazlar. İmam Rıza əleyhissalamdan bir dənə söz deyim sizə. İmam Rıza əleyhissalamı ki, Mədinədən çıxdı, gəldi Məşhədə tərəf, yolda ki gedirdi, bir dənə cənazə çıxdı qabağa, bir cənazə çıxdı. Dilə imam düşdü öz mərkəbindən, ağlaya-ağlaya gəldi cənazəyə tərəf. Qucaqladı deyir cənazəni. Ana balanı necə qucaqlayır o cürlə. Ondan sonra dedi ki, mən şəyyə cənazətə vəliyyin min əvliyaina. Kim bizim tərəfdarlardan birinin cənazəsində iştirak edəsə, xərəcə min zunubihi kəyyevmin vələdəthu ummuh. Necə anadan dünyaya gələndə insan pak olar, o cürlə paklaşar günahlardan. Əgər bizə aid olan bir insanın cənazəsində iştirak edəsə. Bunu deyəndən sonra yaxınlaşdı cənazəsinə. Cənazəni götürdülər, qoydular qəbrə kənarına. Yaxınlaşdı, əlini qoydu həmən şəxsin ürəyinə, o cənazənin ürəyinə, qəlbinə belə. Qoyandan sonra dedi, filan ibni filan, adı ilə, atasının adı ilə. Cənnət sənə müjdə olsun. Cənnət sənə müjdə olsun. O şəxs qayıtdı ki, orada olanlar ki, sən bunu tanıyırdın. Sən birinci dəfə də buradan keçirsən. Mədinədə yaşamırdıq. Dedi, bəli, tanıyırdım. Olarmı ki, biz onları tanıyırıq? Biz bizə aid olanları tanıyırıq. İnsan təqvalı olsa, xidmət eləsə, çalışsa və zühuru gecikdirən bir iş görməsə, Allah vəlisindən yanında olsa, bəli, sonluğu